Salam, hər vaxtınız xeyir olsun, çox değerli insanlar. Hamılıqla sizləri xoş gördük bu sevgi məhəbbət bayramında. Doğrudan da bugün əlamətdar bir gündür, gözəl bir gündür, iki qat bayramdır. Və hər iki bayram münasibəti ilə sizin hamınızı təbrik edirəm. Amma bayramlara keçməmişdən qabaq istərdim ki, o gözəl şəraiti sizlərə, bizlərə yarattıqlarına görə Ata Yurdu Şadlıq Sarayının rəhbərliyinə, bütün əməkdaşlarına xüsusi təbriklər, təşəkkürlər edəm. Bugün Respublikamızın hər yerində Zəfər Bayramı qeyd olunur və erməni nasistləri üzərində qələbəmizin 5 ili tamam olur. Bugün Zəfər Bayramıdır. Bu bayram münasibətilə sizin hamınızı öz adımdan, değerli musiqiçilər adından təbrik edirəm. Hamınıza uğurlar. Eyni zamanda Vətən müharibəsində zəhməti, əməyi keçən bütün əskər zabitlərimizə, Ali Başkomandanımız başda olmaqla hamısına xüsusi təşəkkürlər edirəm. Bugün değerli bir insan, Səxavət qardaşımızın övladının xoş günü, toy gündür. Yəni məhəbbət bayramıdır. Bu bayram münasibətilə, məhəbbət bayramı münasibətilə Səxavət qardaşımızı, ailəsini, qohumlarını təbrik edirəm. Bəyimizə, gəlinimizə isə xoş günlər, gözəl günlər, firavanlıq arzu edirəm. Və bu mövzunu birazdan davam etdirəcəm. İstərdim ki, değerli musiqiçiləri təqdim edəm. Bizim çox değerli qardaşımız və ansamblın rəhbəri Arif müəllim başda olmaqla digər həmkarlar yəqin ki sizlərə tanışdı. Ehtiyac yoxdur təqdim etməyə və cənubumuzun mirvarisi olan gözəl astaramızın çox tanınmış müğənnilərindən biri Qismət müəllim burada. Həmişə toylarda, şənliklərdə sizlərlə görüşək. Və digər tərəfdən Turgut Studiyasının rəhbəri Çingiz müəllimə və bütün əməkdaşlarına xüsusi təbriklər. Həmişə toylarda, həmişə gözəl günlərdə sizlərlə görüşək. İstərdim ki, məclisimizin bu məqamında değerli qardaşımız Qismət qardaşımızı dinləyək, gözəl nəğmələrini bizlərə ərməğan eyləsin. Buyursun İsmət qardaşımız. Hər vaxtınız xeyirli olsun değerli qonaqlar, hər birinizi xoş gördük. Allah Taala bu gözəl günümüzü mübarək eləsin. Allah Taala bəyimizi, gəlinimizi xoşbəxt eləsin. Valideynlərin gözləri aydın olsun. Hər bir atanın, ananın arzusu var bala toyun görmək. Bugün bu valideynlərə, atalara, analara qismət olur bu gözəl gün. Arzu edərdim bütün valideynlərə övlad toyu qismət eləsin. Müəllim müəllim çox sağ olun. Allah Taala sizə can sağlığı versin. Musiqiçilər hər birinizə təşəkkür edirəm. Əlləriniz, qollarınız yorulmasın. Turgut Studiyası Çingiz qardaşımızın rəhbərliyi ilə operatorlar var olasınız. Çingiz qardaşım var olasınız. Hörmətli qonaqlar, yeyin için hər birinizə nuş olsun. Bugün bir vətənpərvər toyudur. Bəyimiz müharibə iştirakçısıdır, qazıdır. Allah Taala Samid bəyimizi xoşbəxt eləsin, elə vətən mövzusu ilə başlayarıq inşallah. Mübarək olsun bir daha. Azərbaycan mənim elimdir. Azərbaycan mənim elimdir. Azərbaycan mənim dilimdir, dilimdir.
Doğransa da ya dilim 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 Doğransa da dilim 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 Ana dilim ölen değil ezge dile çölen değil değil Hem arazam hem de kürem hem de kürem hem de kürem Hem arazam hem de kürem Axaram xəzərə tökülləm Tökülləm, tökülləm bala Dilim ölsə ya mən də yölləm Dilim ölsə ya mən də yölləm Ana dilim ölən değil, değil Gəlməmişəm bu dünyaya Fəryad edib ağlayan mən Gelmişəm ki aşıp daşam Seller kimi çağlayan mən Ocağımdan köz almışam Ey qonaqlar qayğınızla ucalmışam Bu torpağa bağlayan mən Azərbaycan oğluyam mən Lerikimin, Lənkəranımın Astaramın oğluyam mən Azərbaycan oğluyam mən, oğluyam mən Ay can, sağ ol abi Ata səsimdir Güneş sözümdür, yaz həvəsimdir Hər zaman duz çörəkdir, düz çörəkdir Bu torpağa bağlıyam mən Azərbaycan oğluyam mən Azərbaycan oğluyam mən Əzizinem minaya dəyər Aşlar dostlar minaya dəyər Bizim bu güzel toyumuz Qazi qardaşımızın Samit bəyimizin toyu Minaya dəyər əzizinem biz gələr Dərə təpə düz gələr Yaradan Allah'dırsa İnşallah bəyimizə bir evlat pay Allah qismət eyləsin Onun belə xoş gününə biz gələr Biz gələr Bir vətən oğlu mahnısı ilə məclisimizə giriş eləyək inşallah Allah mübarək eləsin
Yadlar köksümü talan edildi. Gel boyuna kurban ay vatan oğlu. Göyçem Zəngəzuru elden gedirdi. Gel boyuna kurban ay vatan oğlu. Göyçem Zəngəzuru elden gedirdi. Gel boyuna kurban ay vatan oğlu. Şuşa yaylağını sis duman aldı. Harı bülbülümün gözleri doldu. Topxana meşesi saçını yoldu. Gel boyuna kurban ay vatan oğlu. Şuşa yaylağını sis duman aldı. Harı bülbülümün gözleri doldu. Topxana meşesi saçımı yoldu. Gel boyuna kurban ay vatan oğlu. Gelin size kurban ay vatan oğlu. Ay maşallah. Bilmirəm necəyəm, indi hardayam. Gecəni gündüzü intizardayam. Məskənim Qarabağ, yaman dardayam. Gəl boyuna qurban, ay vatan oğlu. Məskənim Qarabağ, yaman dardayam. Gel boyuna kurban ay vatan oğlu. Şuşa yaylağını sis duman aldı. Harı bülbülümün gözleri doldu. Topxana meşesi saçımı yoldu. Gel boyuna kurban ay vatan oğlu. Şuşa yaylağını sis duman aldı. Harı bülbülümün gözleri doldu. Erkana meşesi saçımı yoldu. Gel boyuna kurban ay vatan oğlu. Gelin size kurban ay vatan oğlu. Yaşa! Yardı köksümüzün namert gülləsi. Dol
vətən nəğməsi. İndi anaların ahı naləsiz, akar göz yaşının yaşı şehidler. Yardı köşsünüzü namert gülləsi, doldu dilimizdə vətən nəğməsi. İndi analar ahı naləsi, akan göz yaşının yası şehidler. Akan göz yaşının yaşı şehidler. Dünyanı heyrete salan oldunuz, azadlıq yolunda yanan oldunuz. Köçüp ürəklərdən qalan oldunuz. Unutmaq olar mı sizi şehidler? Dünyanı heyrete salan oldunuz, azadlıq yol yanar oldunuz. Köçüb ürəklərdən qalan oldunuz. Unutmaq olar mı sizi şehidler? Unutmaq olar mı sizi şehidler? Unutmaq olar mı sizi şehidler? Unutmaq olar mı sizi
deməsinlər doyum gedir. Ömür məni tələsdirmə, bu dünyada doyum gedir. Əgər məndə günah varsa bu yolları yuyum gedir. Ömür məni tələsdirmə, bu dünyada doyum gedir. Əgər məndə günah varsa bu yolları yuyum gedir. Ay teşekkür edirik. Allah Teala verdiğimiz ömrü inşallah bizlere ömür bəxş edib sağlam, mehriban yaşayaq inşallah. Can deyək, can işidək. Allah mübarək eləsin. Allah hər iki tərəfə xeyir versin. Allah bizim elə obaya həmişə toy qismət eləsin. Musiqiçilər çox sağ olun. Teşekkür edirik.